S16'nın əsas düsturunu açaq. Yazıram A1 plus A16 bölünsün 2 vurulsun 16. Gəlin verilən ifadəyə baxaq. A5 plus A12 əvəzinə yazmaq olar ki, A1 plus A16. Çünki 5 plus 12 17, indeks dərəcəmi yenə 17-dir. Bu ikisinin də əvəzinə yenə yazmaq olar ki, A1 plus A16. Çünki 7 plus 10 17, doğrudan 1 plus 16 yenə də 17. Bərabərdir 64. Buradan al verməsində 2A1 plus 2A16 bərabərdir 64-ə. Hər tərəf 2-yə bölmüş olsam, A1 plus A16 bərabərdir 64 böl 2, yəni 32. O zaman bu ifadənin qiymətini tapdım 32. Yazıram 32 bölünsün 2 vurulsun 16. Bu da bərabərdir. 2-yə bölsəm 16. 16 vur 16, yəni 256. Düzgün cavab C variantı.